Bugünkü vebinarda deməli çox sayda Azərbaycan həkimlərinin inteqrativ təbabət biliklərinə yiyələnməsi zərurətinin vacibliyi haqqında söhbət edəcəyik. Bizim həmsöhbətlərimiz inteqrativ təbabətdə Elmi Araşdırmalar Mərkəzinin elmi işlər üzrə direktoru, ATU-nun professoru Fikriyyə xanım İbrahimli və Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanovdur. Fikriyyə xanım, Akif müəllim, sizi salamlayırıq və dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Çox sağ olun. Biz də bütün həkimləri salamlayırıq, sizi salamlayırıq. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Fikriyyə xanım, ilk sualım sizə olacaq. Belə bir sual vermək istəyirəm ki, hesab edilir ki, bugün həkimlərin inteqrativ təbabətə gündəlik praktikalarında, daha doğrusu inteqrativ təbabəti gündəlik praktikalarında istifadə etmələri artıq bir zərurətdir. Bu doğrudanmı belədir? Yəni xanım, çox təşəkkür. Amma öncə təbii ki, mən bütün məsələ bu təbabəti öyrənən neçə illərdir biz birlikdəyik və düşünürəm ki, elə bu doktorlar bizi qulaq asırlar. Və nəyi demək istəyirəm? Bu Azərbaycanın ən aparıcı doktorlarıdır və mən çox məmnunam ki, Azərbaycanda belə doktorlar vardır. Dünyada artıq 20 ildən artıq özünün bir akademik istiqamət olduğu olan bir təbabətdir və Azərbaycanda da bu gedir və mən bu doktorları salamlayıram və düşünürəm ki, bugün yeni bir bu təbabət haqqında yeni məlumatlar əldə edəcəklər. Yəni onun nə qədər niyə bəs Azərbaycan həkimi bugün inteqrativ təbabət üzrə bilikləri olmalıdır? Çox gözəl sualdır və cavab olaraq söyləyə bilərəm ki, bunun bir neçə vacib səbəbi var. Və dünya tibb praktikasında siz də qeyd etdiniz, mən də bunu vurğulayıram ki, bu artıq demək olar ki, 25 illik olacaq bu yaxınlarda. Yəni bir nömrəli dünyanın ölkəsi Amerikada və Avropada bu çox belə xüsusi olaraq Amerikada bu dövlət akademik istiqaməti ilə gedir və Avropada da vardır. Amma biz də çox şükürlər olsun ki, biz də bu prosesdə gedirik. Yəni öz ölkəmizdə çalışırıq bunu deməli inkişaf elətdirək. Bu hansı səbəblərdir? Ən birinci səbəb odur ki, və ümumiyyətlə bu təbabətin yaranma səbəbi də odur ki, 21-ci əsrdə xəstəliklərin profili dəyişmişdir. İndiki bu əsrdə həkim daha çox kəskin yox, xroniki xəstəliklərlə rastlaşır. Və bu xroniki xəstəliklər çox faktorlu, çox mürəkkəb bir patogenezə malik olan xəstəliklərdir. Hamımız bunu bilirik, bu hansı xəstəliklərdir bu? Xroniki qeyri-infeksion xəstəliklər, hara ki, ürək-qan damar sisteminin xəstəlikləri daxildir, şəkərli diabet, autoimmun xəstəliklər, onkoloji xəstəliklər və xüsusi onu da vurğulamaq istəyirəm ki, bugün psixosomatik pozulmalar artmışdır. Bu xəstəliklər hamısı çox mürəkkəb qəliz bir patogenezə malikdir. Bunların heç birində deyə bilmərik ki, bir-iki səbəb var. Ona görə də bunların müalicəsi uzun müddətli və hər tərəfli müalicə tələb edir. Biz farmakoterapiya vasitəsilə xəstəliyin simptomlarını nəzarətdə saxlayırıq. Lakin bu simptomların dərinliyində duran mexanizmlərə əl çatmaz olur. Bu klasik tibblə əgər biz bunu yanaşırıqsa, yox. Biz artıq inteqrativ tibbin yanaşması varsa, bu proseslərə biz təsir edə bilirik. Sual edə bilərsiniz, bu nə? Dərinlikdə duran patogenetik mexanizmlərdir. Bugün hamımız biz bilirik ki, bütün bu xroniki xəstəliklərin binövrəsində, dərinliyində, alt qatlarında
o farmakoterapiyanın gücü çatmayan proseslər xroniki iltihapdır. Biz neçə zamanda oxuyuruq, bilirik ki, xroniki iltihap davam edirsə, bu degenerativ xəstəliklərdir. Sonra isə nəticə etibarilə onkoloji xəstəliklər. Bugün artıq bu akademik təbabətin elmi bunu da deyir ki, məhz elə onkoloji xəstəlikdir. Uzun zaman sürən və immunodefisit vəziyyəti ilə müşahidə olunan bir prosesdir ki, kimin baxır hansı üzündə bu onkoloji prosesin yaranması gedir. Və təbii ki, bu xəstəliklərin əsas məqam burada nədir? Əsas məqam odur ki, bu dərində olan patogenetik mexanizmlər insanın həyat tərzindən çox asılı olan xəstəliklərdir. Hansına ki, biz akademik klasik tibbdə o qədər önəm vermirik. İkinci səbəb belə deyə bilərik ki, integrativ təbabətin ABŞ-da bir elmi təkamülü var. Bir 5 il bundan öncə COVID olanda mən bu təbabətin bioloji təbabət onda Azərbaycanda bu adlanırdı. Onun müəyyən istiqamətlərini biz öyrənirdik və mənim üçün bu çox gözəl bir, mən düşünürəm ki, bir hədiyyə idi ki, mən bu təbabətlə rastlaşdım, bunu öyrənirdim və o zaman, necə deyirlər, vaxt biraz çoxudur, mən orada tapdım ki, internet indi çox gözəl ki, bu vardır. Yəni, Amerikada 1998-ci ildə Amerika Səhiyyə Sisteminin 28-ci İlmi Tədqiqat İnstitutu olaraq integrativ təbabət və komplementar sağlamlıq İlmi Tədqiqat İnstitutu açılıbdır və gördüm ki, orada müxtəlif grantlarda təklif olunur ki, yəni həm dünyada olan, dünya tibbində olan iki sistemin müalicə üsullarını kompleks şəkildə tətbiq edərək bu və ya digər xəstəliyin tətbiqində araşdırmalar aparıla bilər. Hələ mən də sadə löfrük elədim, elə bildim ki, bizə də verilə bilər. Mən yazdım, amma onlar dedilər ki, yalnız Amerika həkimlərinə iştirak edə bilirlər. Yəni, bu Amerikada bir akademik istiqamət kimi gedir. Bunun tədrisi də dövlət səviyyəsindədir. Yəni, bunu xüsusi ayrıca bir məsələdir, onun tədrisi necə gedir, onu ola bilər biz sonra açıqlayarıq. Amma, yəni, bunu nə ilə biz deyirik? Deyirik ki, bu akademik istiqamətdir. Çünki bugün, deməli, klinik sınaqlar var. O klinik sınaqlar PubMed kimi və digər yüksək səviyyəli elmi araşdırmaların çap olunan jurnallarında vardır və hətta Akif müəllim də ilk dəfə bizə o Amerikada olan integrativ tibb kitabını bizə göstərmişdi, ona dostları pay vermişdi və biz baxdıq, gördük ki, bütün tibbin bütün sahələrinə aid, yəni bugün kompleks yanaşmanın akademik standart müalicənin effektivliyini artıran, qat-qat artıran, yaxud da ki, fəsadlarının sayını azalmasını göstərən elmi tədqiqatlar vardır. Yəni, bu elmlə sübut olunur. Biz bilirik ki, hər şey, hər bir söz, sonuncu söz elmindir. Yəni, bu tibbin Amerikada elmi təkamülü biz müşahidə edirik. Və burada əsas məqam, növbəti səbəb nədir? Biz əgər integrativ tibblə məşğul oluruqsa, bunu öyrəniriksə, biz bilməliyik ki, model dəyişibdir. İnsan xəstəliklərinə, onun diaqnozunun qoyulmasına, onun müalicəsinə yanaşmaq, fəlsəfi nöqteyi nəzərdən biz buna baxırıqsa, bugün integrativ təbabətdə bu adlanır biopsixososial model. Biotip modelindən, yəni klasik tibbdə biotip modeli var. Yaxud daha sadə sözlə desək, reduksionist yanaşma. Yəni ki, dar çərçivədə
Biz xəstəlik orqan görürük, dar ixtisaslaşma gedir və əsasən simptomları. Bu simptomun mexanizmi budur. Bu simptomu da biz simptomu müalicə edəcəyik, belə deyək. Və bir növ bu klassik o biotip modeli elə bil ki, insan mürəkkəb olduğu üçün, yəni bu cür fəlsəfi yanaşma olmuşdur və vardır bugün akademik təbabətdə. Yəni bir həkim orqanı müalicə edir, digər həkim simptomu müalicə edir, üçüncü həkim də bu xəstəliyin fəsadını müalicə edir. Yəni parçalanır, amma əslində insan bütöv bir varlıqdır, holistik yanaşmadır və holistik yanaşma biopsixososial model dedikdə o deməkdir ki, insan ətrafında nə varsa və sağlamlığa daha geniş baxışdır. Yəni sağlamlığın pozulmasında digər amillər də var. Onun insanın sosial mühitidir, ətraf mühitidir, onun deməli vərdişləridir, onun psixoemosional vəziyyətidir. Və bunlar hamısı qarşılıqlı təsir. Bir-birinə qarşılıqlı təsirdə insana təsir edirlər və yəni insanı onun ruhi vəziyyətinin pozulması, onun qeyri-düzgün qidalanması, onun həddindən artıq stressdə olması, bunlar hamısı təsir edir və hətta məsəl üçün lifestyle disease deyirlər, yəni insanın həyat tərzinə bağlı. Və əgər doktorlar yadında bizim çox gözəl dostumuz Thomas Rau, Şveysariyadan bu sahə üzrə böyük mütəxəssis, elə ilk dəfə məsələn ondan yəni həyat tərzinə bağlı olan xəstəliklər, onların müalicəsini, yəni ki bu istiqamətdə gedir və yəni daha geniş baxış var və ona görə də burada bunları nəzərə alaraq hər pasiyentə fərdi belə bir müalicə deməli sxemi tətbiq oluna bilər. Və burada həkim elə bil ki müalicəni nəzarət edir, o daha dərin klinik təfəkkürə, analitik təfəkkürə malik olur, qarşılıqlı təsirlərinin riskini görə bilir, dozanı tənzimləyə bilir və bir ən əsas prinsipi təhlükəsizlik prinsipinə. Yəni bunları qiymətləndirə, onu daha çox, burada həkimin çox müalicə terapevtik üsullarının arsenalı var. Sadəcə olaraq bu dərindən xəstəliyi doğru başa düşəndə xəstəyə daha doğru, düzgün, kompleks müalicə yazır ki, həm fərqləşmiş olur, həm də təhlükəsiz olur və əsas prinsipimiz, yəni ziyan vermə prinsipinə biz riayət etmiş oluruq. Və növbəti vacib səbəb nədir? Bu təbabətdə, integrativ təbabətdə profilaktika, birinci ya ikincilik profilaktika, bunun elə bir zərurət kimi durur. Beləliklə, bax, mən yuxarıda söylədim ki, həyat tərzinə çox bağlıdır. İnsan həddən artıq sosial mühitdə stresslə yüklənir, psixoemosional vəziyyəti dəyişir. Çox xoşa gəlməz vərdişləri var, fiziki aktivliyi azalıbdır, yuxu pozulması var və bunlar hamısı nədir? Əgər bunlara korreksiya zamanında verilsə, bayaq sadaladığım ağır xəstəliklərin yaranma sayı, yəni rast gəlinməsi aşağı düşəcəkdir. Və yaxud insan xəstədirsə, biz bütün yenə bu amilləri də nəzərə alaraq pasiyenti müalicə etsək, biz fəsadların sayını azaltmış oluruq. Bunları ikisini birlikdə götürdək, bu nədir? Bu səhiyyəyə böyük dəstəkdir. Yəni, ağır xəstəliklərlə bağlı olaraq xəstəxanalarda yerləşdirmələrinin, yaxud da ki, insan xəstədirsə, ona xərclərin, sosial xərclərin azaldılması deməkdir. Və burada mütləq onu da qeyd etmək istəyirəm ki, biz deyək ki, akademik təbabətdə biz nə ilə rastlaşırıq? Biz görürük ki, standart terapiya zəif cavab var. Və o
biotip modeli ki var. İnsanı elə bir ki, biri üzvü müalicə edir, biri simptomu müalicə edir, biri fəsadı müalicə edir və bu zaman istər-istəməz polipragmaziya var. Yəni minimum hər həkim bir 3 dərman yazsa, demək gününə pasient 9 dərman qəbul etməlidir. Amma burada nə cür qarşılıqlı təsirlər, əlavə təsirlərin ortalığa çıxması çox yüksəkdir. Və bir də nəzərə alsaq ki, biz həkimlər çox yaxşı bilirik ki, uşaqlar, hamilə qadınlar və yaşlı insanlar buna xüsusi bir kateqoriyadır və o bizim kitablarımızda, dərsliklərimizdə yazılan, yaxud olan o protokollar, onlar yetkin insanlara daha çox şamil edilə bilir. Çünki sınaqlar elə onların üzərində aparılır. Amma bu üç qrup çox həssasdır və məsələn yaşlı insanlara böyük yetkin insana yazdığımız doza ilə biz dərmanla yazsaq, biz çox bir xoşagəlməz səbəblərlə, xoşagəlməz nəticələrlə rastlaşa bilirik. Hələ uşaqları, hamilələri demirik və ona görə bu müalicə mütləq hər zaman fərdiləşmiş olmalıdır və əgər hamı diqqət yetirirsə, bugün adi bir dərman preparatlarına, yəni adi bir antibiotikdir, ağrı kəsicidir və hətta buna da bugün allergikasiya var, qeyri-adi dözümsüzlük vardır və təbii ki, bunlar biz hamısını nəzərə almalıyıq və bu təbabəti bilərək biz bu fərdiləşmiş müalicə sxemini də tətbiq edə bilirik və elə bir ki, və bu ki deyirik, terapiya az olanda bizim də həkim peşəsində peşəkar tükənmə də olur və biz bir növ elə bir ki, resept yazan həkimik. Amma resept yazan həkimi yox, insanın sağlamlığı üzrə hər həkim integrativ təbabəti bilirsə, o insanın sağlamlığı üzrə ekspert olur. Və bugün mən bayaq dedim ki, integrativ tibb üzrə elmi araşdırmalar var və bugün yəni əgər bu integrativ təbabəti doktor qəbul etmirsə, o başa düşməlidir ki, bu dəb deyil, tibbdə olan bir dəb deyil. Bu elmi tədqiqatlara əsaslanan və həkimi daha peşəkar edir. Öz peşəsindən məmnunluq, pasientlərin də təbii ki, məmnunluğu. Bu hamısı belə necə deyirlər, bu təbabətin nə dərəcədə doğru olduğunu hər həkim qəbul edib və daha dərin düşüncəyə, daha yüksək, belə deyək, peşəkarlığa malik olması deməkdir. Bax, təxminən bu qədər. Çox sağ olun Fikrə xanım, ətraflı cavab üçün. Növbəti sualım Akif müəllimədir. İntegrativ təbabətin əsas prinsipləri nədir? Bu haqda istəyirdim Akif müəllim məlumat versin. Bir daha salam. Deməli, Fikrə xanım əlbəttə bir çox məsələlərə toxundu. Yəni, əvvəla biz dəfələrlə demişik, integrativ tibb nədir? Yəni, müxtəlif xəstənin sağlamlığı üçün ən əhəmiyyətli olan müalicə üsullarının birləşdirib xəstəyə şəfa verilməsi anlamına gəlir. Yəni, integrativ tibb artıq müalicə edən tibbdən şəfa verici tibbə çevrilir. Çünki biz həmişə demişik ki, biz xəstəni müalicə edirik və müalicə edirik. Bu müalicə etmə anlayışları o qədər deməli bizim leksikonumuza daxil olub ki, həmişə pasientlər də deyirlər ki, müalicə olunuram, getdim müalicə olundum, həkim mənə müalicə təyin elədi. Amma nəticəsi nədir? Nəticədə şəfa varmı? Sağlamlıq varmı? Sağlamlıq bərpa olunubmu? Bax, bu məsələ əlçək bir mənalı deyil əlbəttə ki. Sözsüz ki, kəskin hallarda bizim istifadə etdiyimiz akademik təbabət, bütün həkimlərin öyrəndiyi və istifadə etdiyi akademik təbabət kifayət qədər uğurlar əldə edir, kifayət qədər effektlidir. Amma yenə də dediyim kimi, bir çox hallarda, xüsusən xroniki hallarda həmin o akademik, bizim akademik ənənəvi təbabət deyək ona nə deyəksə, onun effekti hələ də ürək açan deyil. Yanaşma məsələsi var əlbəttə ki. Uzun illərdir həkimlər çalışırlar ki, həkimlər, tibb alimləri çalışırlar ki, biz bu xəstəlikləri necə
xəstəlikləri necə sağalda bilər? Yəni bu suala cavab vermək lazım. Və elə ona görədir ki, hələ mən tibb tələbəsi olandan 80-ci illərdən etibarən artıq müxtəlif tibb sahələri arasında mübarizə başlandı. Sözsüz ki, onların heç birisi hələ bizim ənənəvi tibblə, akademik tibblə ayaqlaşa bilmir. Amma alternativ tibb adlanan bir tibb ortalığa çıxmışdı və alternativ tibbin mütəxəssisləri də həmişə deyirdi ki, üzünü deməli akademik tibbin alimlərinə tuturdu ki, siz bu məsələyə düzgün yanaşmırsınız, ona görə düzgün müalicə eləyə bilmirsiniz. Məsələn, mənim yadımdadır, homopatiya, adicə bizim hamımızın istifadə etdiyi homopatiya barəsində böyük bir boom yaranırdı 80-ci illərdə, əgər səhv eləmirəmsə, yaranırdı və bunun da deməli ənənəvi tibb alimləri, istərsə də homopatiya mütəxəssisləri arasında bir sıra diskussiyalar, mübahisələr gedirdi. Amma axırda nə olurdu? Axırda məlum olurdu ki, nə homopatiya özü təklikdə, nə deyək ki, bizim o akademik tibb, ənənəvi tibb özü təklikdə onların da bacara bilmədiyi bir çox şeylər var. Və yaxud da indi biz onsuz da şərq təbabəti, Çin təbabəti, Tibet təbabəti deyirik. Orada da çox məsələlər oldu ki, bunlar da dedilər ki, bəli, biz, məsələn, deyək ki, refleksoterapiya ilə, akupunktur ilə müalicə edirik. Sizin bacarmadığınız xəstələri bizə deyirdi, yəni ki, akademik tibbin mütəxəssislərinə deyirdi, sizin bacarmadığınız xəstəlikləri biz müalicə edirik. Nəyə görə? Çünki siz nəzərə almırsınız bəzi məsələlər, ona görə müalicə edə bilmirsiniz. Və sonradan məlum oldu ki, bəli, refleksoterapiya özlüyündə təkcə o da bəzi şeylərdə gücsüz qalır. Yeri gələndə onların mütəxəssisləri yenə də gəlirlər bizim bu akademik tibbin mütəxəssislərinə müraciət edir. Sonra cürbəcür başqa bir məsələlər meydana çıxdı. Ekstrasenslər, o vaxtda 90-cı illərdə bilirsiniz, ekstrasenslər, enerji müalicələri, bioenerjinin düzəldilməsi, tənzimlənməsi yolunda bir sıra mütəxəssislər ortalığa çıxdı. Və sonra məlum oldu ki, bir dənə ekstrasens özü gəlib ənənəvi tibb mütəxəssisinə müraciət edir xəstəliklə sonra. Bu nəyi göstərirdi? Bunu göstərirdi ki, bunlar hamısı təkcə özlüyündə məsələləri həll edə bilməz. Və hər kəs gözəl başa düşürdü ki, bu yanaşmaların hər birinin çatışan, müsbət və çatışmayan mənfi cəhətləri var. Ona görə də getdikcə ona doğru gəldilər ki, bu müalicə üsullarının hər birinin ən yaxşı üsullarını, hər bir xəstə üçün ən yaxşı üsullarını götürüb müalicədə ondan istifadə edirdilər. Və beləliklə də inteqrasiya sözü, birləşdirmək sözü meydana çıxdı. İndi inteqrativ təbabət termini ortaya çıxandan sonra, meydana gələndən sonra da, bu da ki artıq bütün dünyada sürətlə inkişaf etməkdədir. Heç bir təbabət, dediyimiz təbabətin heç bir sahəsi ayrı-ayrılıqda durub deyə bilmir ki, mən bütün xəstəlikləri müalicə edə bilirim. Qüvvələr, səylər birləşdirildi, ən yaxşı olanlar seçildi və bunun hesabına da biz artıq xəstəyə müalicə etməkdən yox, söhbət xəstəni müalicə etməkdən yox, ona şəfa verməkdən gedir. Məsələ nədən ibarətdir? Adətən deməli, biz sağlamlıq deyəndə nəyi başa düşürük? Sağlamlıq deyəndə belə səhvən biz insanın fiziki sağlamlığını başa düşürük. Amma təkcə fiziki sağlamlıqla sağlam olmaq olmur yəqin ki. Burada bir çox aspektləri var sağlamlığın. O intellektual, sosial, psixoloji, ruhi, mental və s. aspektləri də var ki, bu məsələləri nəzərə almadan heç bir həkim əlbəttə xəstəsini tam müalicə tam sağalda bilməz, ona tam şəfa verə bilməz. Ona görə də elə sağlamlıq anlayışı nədir, biz ondan başlamalıyıq. Beləliklə, inteqrativ tibb dediyimiz və indi də sürətlə inkişaf edən tibb, Azərbaycanda inteqrativ tibb mərkəzində əsasən inkişaf etdirir. Bunun elmi tərəfləri də siz artıq Fikriyə xanımı dinləyirdiniz ki, inteqrativ tibb mərkəzinin elmi direktorunu dinləyirdiniz. Bəli, elmi əsasları da burada Azərbaycanda inkişaf etdirilir. Eləcə də praktiki hissəsi bu həkimlər tərəfindən inkişaf etdirilir və eləcə də biz Azərbaycanda olan bütün həkimləri deməli inteqrativ tibb sahəsində xidmətini və yaxud da fəaliyyətini dəstəkləyirik və lazım gəldikdə onlara deməli istər nəzəri, istərsə də praktiki dəstək veririk. Eləcə də xarici mütəxəssislər də bu sahədə bizə kömək edirlər.
Bilirsiniz, tibb çox inkişaf etdi. Xüsusən son bir neçə 10 il ərzində tibb o dərəcədə güclü inkişaf edib ki, tibblə ayaqlaşmaq mümkündür. Tibb elmi ilə tibb elmi o qədər belə böyük nailiyyətlər əldə edib. Bu günləri bizim öyrəndiyimiz bir şey sabah köhnəlmiş hesab oluna bilər və yaxud da sabah onun üzərində elə bir fikir gəlib çata bilir ki, biz tamamilə başqa bir şeylər haqqında fikirləşirik. İndi tibb artıq o keçmiş, belə deyək, neçə 10 illər bundan qabaq orqan səviyyəsində, toxuma səviyyəsində, hüceyrə səviyyəsində öyrəndiyi şeyləri indi molekulyar səviyyədə öyrənir. Ona görə də yanaşmalar dəyişilir, ona görə də müalicə üsulları da dəyişilir, diaqnostik üsullar da dəyişilir, modernləşdirilir. Bütün bunlar hamısı deməli, əlbəttə ki, bizim integrativ tibbin deməli, inkişafı, onun xəstələrlə münasibəti və xəstələrin şəfa tapmasını təmin eləyir əlbəttə ki, və bu sahədə integrativ tibbin əlində artıq böyük imkanlar əmələ gəlir. Ondan ötürü ki, artıq biz müalicə, hər hansı bir xəstəliyi müalicə edəndə təkcə protokol müalicəsi, yəni akademik tibbin protokol müalicəsini düşünmürük. O müalicə ilə başlayırıq işləməyə, amma sonradan görürük ki, effekt ala bilmirik. Niyə effekt ala bilmirik? Çünki yanaşmanı dəyişməliyik və tibb yeni yanaşmalar tələb edir. Niyə? İndi Fikriyə xanım da bu məsələyə toxundu. Gəlin görək bizim indiki həyat tərzimiz necədir? Həyat tərzimizdə nə baş verir? Həyat tərzimizdə çox böyük dəyişikliklər baş verir. Ekologiyadan tutmuş, stressdən tutmuş, bir sıra başqa faktorlar çox güclü təsir etməyə başlayır insan sağlamlığına. Bax, günü bu günləri mən deməli, Avropa kanallarının birində bu barədə bir şərh verirdilər. Sən demə. Böyük bir sağlamlıq problemi bilirsiniz nə yaradır? Elə belə də tərcümə olunur. Avtomobil səsləri, yəni onun siqnalları, səsi, hələ bunun başqa bir şeyindən söhbət getmir. Görün, hələ avtomobil sıxlığı, avtomobil səsləri insan sağlamlığına təsirini qiymətləndiriblər. Neçə faiz, hardasa böyük bir faizlə məlum olub ki, hələ özü də səs-küydən söhbət getmir, avtomobil səsindən söhbət gedir. Sinir sisteminin gərgin vəziyyətə düşməsi, streslərin yaranması və s. Artıq bütün dünya başa düşür ki, bu cür xəstəlik törədici amillər artdıqca yanaşmalar da dəyişməlidir. Əlbəttə, yanaşmalarımız əvvəlki yanaşmalar olmamalıdır. Və bizə son vaxtlarda şəxsən mənim özümə məsləhət üçün müraciət edən bir pasiyentdə mən belə bir şey müşahidə edim. Yəqin həkimlər üçün maraqlı olacaqdır. Hipertoniya xəstəliyi dediyimiz, yəni qan təzyiqinin yüksəlməsi. Belə bir diaqnoz qoyulur buna. Və xəstə müayinəyə başlayır. Xəstənin təqribən 55 yaşı var, belə deyək. Bir kişidir, 55 yaşlı bir kişidir və bütün müayinələrdən keçib. Elə bir müayinə tapılmadı ki, biz onu aşkar eləyə bilmək ki, bu müayinədən keçməyib. İnstrumental müayinə, laborator müayinələr, həkim müayinələri, daha nə bilim, daha nələr, nə baş verir? Heç kəs ona kömək edə bilmir. Mən əlbəttə ki, böyük məmnuniyyətlə dedim ki, siz integrativ təbabətin müalicə üsullarından istifadə eləməlisiniz. Və o da bununla maraqlandı və razılaşdı. Digər onun müalicə edən həkimlər də bununla razılaşdı ki, bəli, bizim verdiyimiz müalicələr burada effektsiz qalır. Həm həkimlər bir vəziyyətdə düşüb çıxılmaz vəziyyətdədir, həm pasiyent özü kifayət qədər savadlı adamdır. Kifayət qədər. Mən biləni kompüter texnologiyaları sahəsində bir mütəxəssisdir. Kifayət qədər savadlı adamdır. Deyir ki, mən tibb elminin belə gücsüz olmasını bilmirdim. Görürsünüz, pasiyent özü deyir artıq ki, sizin mənə təqdim etdiyiniz müalicə, yazdığınız müalicə mənə kömək eləyə bilmir. Bəli, artıq burada integrativ yanaşma lazımdır. Ənənəvi tibbin müalicə üsulları ilə bütün həkimlər poliklinikada, klinikalarda, mərkəzlərdə yazıblar hamısı, işləyiblər. Mən də gördüm ki, protokol müalicələridir. Amma xəstə rahatlıq tapa bilmir. Nəinki burada şəfa tapa bilmir, nəinki sağala bilmir. Hətta deyir ki, mən biraz sakitləşdirə də bilmirsiniz ki, mənim bu təzyiq məndən əl çəksin. Yəni, bax, belə bir məsələ ilə hesab edirəm ki, bu günləri orta statistik həkimlərin hamısı qarşılaşır və bizi düşünməyə vadar edir. Biz nə etməliyik? Biz nə edəcəyik? İntegrativ tibbin müalicə üsullarından istifadə edəcəyik. Və birinci, integrativ tibbdə yanaşmamızın birinci məsələsi, əlbəttə ki, bu əvvəllər bioloji təbabət klinikalar şəbəkəsi, indi isə artıq integrativ tibb mərkəzi adlandıra bilərik. O artıq bunun təməlini qoyub, təməl bilikləri bütün həkimlərdə var və məlum olur ki, biz xəstəlikləri müalicə etməzdən əvvəl
pozulmuş bioloji tənzimləmənin pozulmuş hissələrini bərpa etməli. Orqanizm özünü tənzimləyən sistemdir. Biz o pozulmuş tənzimləri bərpa etdikdə orqanizmə kömək edirik və orqanizmdə çox böyük bir irəliləyişlər, dəyişikliklər meydana çıxır. Heç də təsadüfi deyil ki, bizim bir dənə deyək ki, akademik tibbdə, ənənəvi tibbimizdə belə bir prinsipi mən çox asallarda şahid olurlar, rast gəlinir. Qalan əksər o alternativ tibb dediyimiz tibblərdə birinci nədən başlayır? Nəsə pozulub, nə pozulub? Bir təbabət bunu turşu qələvi müvazinətinin pozulmasında görür. Biri deməli bioloji tənzimləmənin pozulmasında görür. Yəni orqanizmə imkan verin, orqanizmə şərait yaradın, orqanizmi dəstəkləyin, pozulmuş funksiyaları özü bərpa etməyə çalışsın. Biz onu kimyəvi dərmanlarla adətən bərpa eləyə bilmirik. Nəticəsi də gözümüzün qabağında olur. Nəticəsi ondan ibarət olur ki, biz xəstələrimizə şəfa verə bilmirik. Bəli, yenə də deyirəm, kəskin hallarda biz kəskin ağrıları da aradan götürürük, şokdan da xəstəni çıxardırıq, yüksək hərarəti də aşağı sala bilirik. Kəskin hallarda bütün müdaxilələrimiz çox böyük uğurlu. Amma bir qədər sonra keçdikdə, zaman keçdi, xəstəlik kronizasiya halına keçdi, artıq biz heç demək olar ki, gücsüz qalırıq, zəif qalırıq. Və sonra nə baş verir? Sonra başlayır, pasiyentlər başlayırlar bu həkimlə, o biri həkimə, o biri həkimlə başlayırlar, sonra nə edirlər? Deyirlər, mən həkimə inanmıram, heç tibbə də inanmıram, təbabətə də inanmıram, mən özümü müalicə edəcəm. Gedəcəm bir, nə bilim, indi biz ona nə deyirik? Fitoterapiya deyirik. Gedəcəm bir otlardan dəmləmələr filan düzəldib, internetdən filan başqa məlumatlar götürəcəm. Bəlkə də bu məni daha yaxşı kömək eləyər, nəinki indi bizim həkimlərin müalicəsi. Görürsünüz, vəziyyətimiz belə bir vəziyyətə, bu təkcə belə deyil, bu bütün dünyada belədir. Hansı xroniki xəstəlikləri biz müalicə eləyə bilirik? Bir dənə dərman təyin edirik pasiyentə, pasiyent gedir, ömür boyu o dərmanı qəbul etməlidir. İndi hansı fəsadlaşmalar çıxardacaq o dərmanlar? Əlbəttə, həkimləri də qınamaq olmaz. Niyə? Çünki o protokol müalicəsidir, onunla da getməlidir. Bunu da eləyirlər. Nəticəsi nə olur? Bizim istifadə etdiyimiz kimyəvi dərmanlar əksər hallarda bir simptomu tənzimləyir, düzəldir, digər orqanları, sistemləri yavaş-yavaş sıradan çıxardır. Birazdan sonra xəstədə ikinci xəstəlik meydana çıxır, üçüncü və s. artıq dözülməz bir çarəsiz vəziyyətə düşür. Ona görə də hər bir həkim xroniki xəstəliyi müalicə etməzdən əvvəl, özü də bizim pasiyentlərimizin hamısı yeri gəlmişkən, vaxtı çox götürmədim mən sizdən. Tutarıram. Deməli, bizim həkimlərimizin hamısının, bizim pasiyentlərimizdə biraz mentalitetimiz var da bizim. Bilirsiniz, bizim pasiyentlərimizin əksəriyyəti işdən keçəndən sonra gəlirlər həkimin yanına. Bizim həkimlərimizin işini çox, belə deyək də, çətinləşdirir əlbəttə. Biraz səhhətimizə qarşı nəyik, diqqətimiz olmur deyə çox diqqət yetirə bilmirik. Biraz işdən keçəndən sonra gəlir, belə deyək də, hamı tərəfindən başa düşülsün. Və bundan sonra da artıq işlər gəlir orqan səviyyəsinə çatır, orqanların funksiyaları pozulub, bir neçə artıq xəstədə bir neçə patologiya üst-üstə yığılıb, artıq bir pasiyent həm endokrinoloqa gedir, həm kardioloqa gedir, həm gastroenteroloqa gedir, qalır, onlar da hərəsi özləri başlayırlar bir müalicələr eləməyə, məlum olur ki, heç birisi müalicə eləyə bilmir. Bəlkə də müalicə eləyir, öz sahəsində nəsə dəstəkləyir, bir şey eləyir. Amma belə şeylərdə məhz hökmən, elə integrativ təbabət bizim pasiyentlər üçün yaranmış sanki bir təbabətdir ki, o işdən keçəndə, poliorqan patologiyası meydana çıxanda, bir neçə orqan sistemin patologiyası ortalığa düşəndə ən yaxşı bizə kömək edən integrativ təbabət olacaqdır. Mənə elə gəlir ki, artıq bizim həkimlərimizin də kifayət qədər məlumatı var bu barədə. Hələ ki, bu qədər. Çox sağ olun, Akif müəllim. Sizi görmürük. Yeganə xan, buradasınız? Buradayım, Akif müəllim. Çox sağ olun. Növbəti sualım Fikriyə xanımadır. Fikriyə xanım, deməli, integrativ təbabət, yəni qərb və şərq təbabətinin birgə istifadəsi hansı xəstəliklərin müalicəsində vacibdir? Və bu yanaşma xəstəliklərin müalicəsində
həkimə hansı imkanları verir? Belə hesab edirəm ki, çox gözəl sualdır. Yaxşı bir açıqlama olsa, həkimlərimiz yəqin biləcək ki, harda tək akademik təbabət, harda inteqrativ tip istifadə olunmalıdır. Fikrə xanım, eşidirsiniz siz məni? Təşəkkür edirəm və ümumi şəkildə cavablandırsaq, belə deyə bilərəm, mən öncə də dedim ki, mürəkkəb patogenezi olan çox faktorlu, çox etioloji, xroniki qeyri-infeksion xəstəliklərdir. Konkret işə desək, bunlar hansılardır? Ürək qan damar sisteminin xəstəliklərindən, bax, Akif müəllim indi arterial hipertenziyadan danışdı, ürək işemik xəstəliyi, şəkərli diabet, yəni endokrin xəstəliklərindən saya bilərik. Burada ikinci tip diabet, bu indi epidemiyadır, bunu bütün doktorlar bilir. Yəni endokrin pozulmalar və yanaşı gedən endokrin pozulmaların yanında hər zaman metabolik pozulmalar da vardır. Yəni insülin rezistentliyi, piylənmə, qalxana bənzər vəzin, tiroidin patologiyaları, sonra digər sistemlərdə də deyək ki, yenə xroniki xəstəliklər, əzələ-skelet sisteminin xroniki onurğa və oynaq xəstəlikləri, osteoartrit, fibromialgiya, bax, bu zamanəmizin sistemlər üzrə olan daha çox müşahidə olunan xəstəliklərdir. Sonra mədə-bağırsaq sisteminin xəstəlikləri, bugün biz artıq xaricdən bunu əldə edirik ki, qıdıqlanmış bağırsaq sindromu, SIBO, leaky gut, bu haqda düşünürəm, bütün doktorlarla biz kifayət qədər təlim veririk, deyirik, bunu bilirlər. Bugün bağırsaqda o bağırsağın problemləri bugün akademik təbabətin məsələ elmi araşdırmalarına görə bu insanın bütün xəstəliklərinin yaranmasında mütləq böyük bir rolu olduğunu, yəni bu çox bir vacib bir orqandır ki, orada mikroorqanizmlər yaşayır və onların dəyişməsi, bağırsağın seyirlik şasının dəyişməsi, orada olan mikrobun dəyişməsi insanın demək olar ki, çünki 10.000 dəfə orada yaşayan mikroorqanizmlərin sayı insan hüceyrələrindən çoxdur və Amerikada hələ bir neçə il bundan qabaq mən məlumatlara rast gəldim ki, insan mikrobiomunun dəyişməsinə aid ikinci deməli konferans keçirilir, dünya konferansı keçirilir və bu getdikcə, yəni bu biliklər artır və biz bilirik ki, bu həqiqətən belədir. Yəni bu inteqrativ yanaşmada biz bunu çox gözəl bilirik və təbii ki, mədə-bağırsaq traktının xəstəlikləri varsa, digər xəstəliklər də var yanaşı və üstəgəl deməli immun disfunksiyası məhz bağırsağa bağlıdır. Bu da yenə akademik təbabətin elmi bilikləridir. İmmun sisteminin 70% limfa düyünləri hansıları ki, bizim deməli sistemli immun cavabına cavabdeh olan limfa düyünlərində, mezentral limfa düyünlərində baş verir və təbii ki, bağırsaqda proses varsa, bu mütləq immun sistemi dəyişdirir. İmmun sistemi də nədir? Elə desək, bizim bu inteqrativ təbabətin dili ilə bu insan üçün xəstəliklərin səbəbi immun disfunksiyasıdır. Onun dərəcəsindən asılı olaraq disfunksiyanın pozulması, immun disfunksiyası olması bütün xəstəlikləri müşahidə edir və dərəcəsindən asılı olaraq biz bu və digər xəstəliklərlə deməli rastlaşırıq və təbii ki, burada yeri gəlmişkən allergik xəstəliklər deyə bilirik. Akademik təbabətdə biz sadəcə olaraq histamin əleyhinə işləyirik, histamin əleyhinə dərmanlar, amma onu kəsdirib xəstəlik davam edir. Çünki immun allergik reaksiya, allergik xəstəliklər immun disfunksiyasının, belə deyək, başlanğıcıdır və bu davam edirsə, sonra artıq autoimmun xəstəliklər gəlir və bugün
Autoimmün tiroidit, revmatik xəstəliklər demək olar ki, həddən artıq çox artmışdır və bu həmin xəstəliklərdəndir. Sonra sinir pozulmaları, sinir sisteminə bağlı olaraq, psixoloji duruma bağlı olaraq xəstəliklərin artması da bu da müşahidə olunur. Uşaqlardan tutmuş, deyək ki, autizm baxın nə qədərdir, depressiyalar nə qədərdir, beynin deməli Parkinson xəstəliyi, senil demensiya, bütün məqalələr yazır, göstərir ki, bu artma çox artır. Əgər keçən əsrdə bu barmaqla sayılardısa, indi bu davam edir və təbii ki, akademik təbabətdə burada bir o qədər nailiyyətlər əldə etmir və bu təbii ki, bu xəstəliklər hamısı integrativ yanaşmanı, müalicə üsullarının bir çox arsenalının kompleks şəkildə fərdləşmiş həmin pasiyentə, həmin o xəstəliyə, onun o orqanizmasında olan pozulmalara müvafiq olaraq, onun fərdi xüsusiyyətlərdən müvafiq olaraq tərtib edilməsidir. Və xüsusi olaraq burada sonuncu bir növ xəstəliyi də demək istəyirəm. Əslində o nə cür xəstəlik deyə bilirik? Bilirik ki, pasiyentlər var ki, deyir ki, yorğunluq var, tez-tez nəysə qrip olur ya özünü pis hiss edir, həkimdən həkimə gəlir və onun bütün analizləri norma çərçivəsindədir. Yəni, nə laborator, nə də instrumental analizlər heç bir şey göstərmir və biz də nə edirik? Biz də deyirik ki, bunun ruhu pozulur. Əslində onun ruhu pozulmayıbdır. Bizim kifayət qədər dərin biliklərimiz yoxdur. Və əgər biz burada yadımıza salsaq ki, Ayurvedanı ən ilk tip sistemi şərqdə olan sistemini, hansının ki 5000 il yaşı vardır. Birinci dəfə orada deyilib ki, insanın xəstəlikləri onun emosional durumunda başlayır. Emosional uzun zaman ruhumuzda, emosional sistemimizdə baş verən xəstəliklər illər keçdikcə sonra bizim fiziki canımızda, yəni somatik səviyyədə özünü ortalığa qoyur. Və hər bir xəstəlik, bunu da biz akademik təbabətdən gözəl bilirik, yəni birbaşa həmən diabet olmur, həmən infarkt, insult olmur. Bunlar uzun müddətli bir xroniki bir vəziyyətlərdir ki, və başlanğıcında bunlar hamısı funksionaldılar. Yəni ki, geriyə dönəndilər. Biz məyər cavan olanda, biz əsəbləşəndə bizim təzyiqimiz qalxmırmı? Çox gözəl qalxır, amma birazdan yenir. Çünki özünü tənzim etmə qabiliyyəti, insan belə bir holistik yanaşma, psixososial model onun nəzərdə tutub ki, insan bütövdür və bu şərq təbabətindən gəlir. Məsələn, ilkin yaranan tip sistemi, istər Ayurvedası olsun, istər akupunkturası olsun, Çin təbabəti, 5 element nəzəriyyəsi olsun. Bunlar hamısını burada dinləmişik. Biz gözəl mütəxəssisləri hər zaman dəvət etmişik. Azərbaycan doktorları bunu bilir. Yəni, insan bir bütövdür. Biraz akademik dillə desək, psixoneuroendokrin immun sistemdir. Və bunların bu sistemlər, yarım sistemlər insan orqanizmasını idarə edir, yaxud buna biz deyirik homeostaz, yəni fizioloji parametrlərin hər zaman norma çərçivəsində olması. Və bu tükənəndə və bu normada olmaz, indi buna homeostaz demirlər, indi buna homodinamika deyirlər, çünki staz deyil. Dinamik dəyişikliklərdir ki, insan hər zaman adaptasiya olunur, bütün fizioloji prosesləri çox xəstələnməsin. Və əgər bunlar tükənirsə, bu da nə zaman baş verir? Həmin o sadaladığım amillər, yəni insan ətrafında, sosial mühitində, qidalanmasında, streslə yüklənməsində baş verirsə, bu xroniki xəstəlik başlayır. Yəni, allergiya heç zaman, deyək ki, asma. Asma nədir? Asmanı elə hamı çox rahat diaqnozunu qoyacaqdır. Autoimmün tiroiditi, laboratoriyası da göstərəcək, UZI-si də göstərəcək. Amma o başlanğıcında hər zaman nədir? Bu tiroiditdir. Bəli, tiroidit də nəyə çox zaman bağlı ola bilir? Bəli, xroniki tonzillər intoksikasiya.
Yəni geriyə dönən bir proseslərdir və bu pasientlər ki var, bunlarda hər zaman elə bir ki, hələlik xəstəlik funksional vəziyyətdədir. Zaman keçəcək, illər keçəcək, bu artıq uci də göstərəcək, laboratoriyada göstərəcək. Amma biz bu xəstəliklərin, bugünkü xroniki xəstəliklərin o dərinliyində duran prosesləri əgər biz anlamırıqsa, biz səthi yanaşırıq və deyirik ki, pasientin belə deyək də, əsəbləri yerində deyil, getsin onu psixiatr müalicə eləsin ya yaxud lap elə nevroz da varsa, o nevrozun da bir növrəsində biz bugün akademik təbabət, biz integrativ təbabətdə görürük ki, bəli, bunu tədqiqatlar göstərir ki, bağırsaq florasının dəyişməsi, bu bağırsaq beyin oxu var və bağırsaqda yaşayan mikroorqanizmlər neyrotransmitterlər, çox bioloji aktiv maddələr sintez edirlər və o beyinə, bağırsaqdan beyinə siqnalizasiya gedir. O mikroflora dəyişirsə, o beyindəki proseslər də dəyişir. İnsanın davranışına aid, insanın əqlinə aid, insanın əhval-ruhiyyəsinə də dair. Və təbii ki, yəni burada da bu proses, bunları anladıqda, dərin biliklərimiz olduqda hər insanı anlaya bilirik. Və belə deyək, bu həkimə nə verir? Sizin ikinci sualınızın cavabı ki, bu həkimə nə verəcəkdir? Ən birincisi dediyim kimi, artıq akademik təbabət tükənibdir və zəif reaksiyalar var. Biz həkimlər də olaraq, biz də peşəkar tükənməmiz olur. Yəni, hər bir həkim hansı ki, bugün mən belə hesab edirəm, integrativ təbabətə gəlib, qoşulub, burada, necə deyərlər, özünü xoşbəxt hiss edirsə, o deməkdir ki, o illər boyu standart müalicəni apararaq, ona aydın olmayan məsələlər, yaxud eyni diaqnoz üzrə eyni standart müalicəni yazırsa, amma nəticələr çox fərqlidir. Hər zaman bu suallar doktorları düşündürür, amma bura gəldikdə, doktor bu təbabətə gəldikdə o görür ki, burada dərində olan, dərinlikdə olan bu insan bütöv bir biosistemdir və bioloji proseslər bir-birinə bağlıdır. Psixoloji durum, vegetativ sinir sisteminə bağlıdır. Vegetativ sinir sisteminin də idarə edilməsi endokrin sistemə bağlıdır və bütün hüceyrələrin tənzimi, onların sağlamlığı psixoneuroendokrindən asılıdır. Bunlar hamısı birlikdə insan müqavimətini bu və digər hansı sistemdə olursa olsun, sinir sistemindən əzələ sisteminə qədər bunun o çevikliyinin pozulmasıdır. Və həkim bu səviyyədə bunları öyrəndikdə həkimin peşəkarlığı artır. Həkim daha rahat, daha düzgün bu xroniki xəstəliklərin patogenezini anlamağa başlayır. Və anlayanda, yəni bu akademik təbabətdə də vardı, deyək ki, amma akademik təbabətin həkimin sırf, deyək ki, protokolla işləyən doktorun bu proseslərə, bu tənzim etmə proseslərini, pozulmuş tənzim etmə proseslərini tənzim edəcək dərmanlar yoxdur. Çünki insan orqanizmasının tənzimini əgər biz bir balaca biofizika, biokimiyaya müraciət etsək, biz baxırıq ki, orada insanın neyrotransmitterləri, sitokinləri, hormonlar, bunlar hamısı molekulyar çəkidədir insan orqanizmasında. Amma biz akademik təbabətdə istifadə etdiyimiz preparatların çəki vahidindədir. Minimum milliqramdır. Və təbii ki, bu çox böyük dozada olduğu üçün, yəni insan orqanizması, onun mütləq əlavə təsirləri də var. Amma bunlar da bizə lazımdır kəskin vəziyyətlərdə, ağır vəziyyətlərdə. Amma sonra yenə bu pasientin bu xroniki hala düşməsinin yavaş-yavaş aradan qaldırması üçün təbii ki, digər integrativ təbabətdə digər çox müalicə üsulları var və həkim bu təbabətə başvurursa, o çox müalicə üsulları öyrənilir. Mən düşünürəm ki, hamını burada qeyd edə bilər ki, nə qədər dünya üzrə gözəl
inteqrativ təbabət üzrə mütəxəssisləri biz Azərbaycanda görmüşük, dinləmişik. Mən onları xaricdən tanıyıb həmişə xahiş etmişəm ki, onlar bura gəlsinlər ki, həkim nə qədər çox müalicə üsulu bilirsə, istər şərq təbabətindən, istər qərb təbabətindən bunun və xəstəliyi dərindən başa düşürsə, o daha düzgün, fərdiləşdirmiş, daha effektiv müalicə ortalığa qoya bilir və bu da yəni standart müalicənin effektivliyini artırır və daha təhlükəsiz edir. Daha təhlükəsiz, yəni burada riskləri də idarə edə bilir, qarşılıqlı təsirdən yaranan riskləri qiymətləndirə bilir, dozanı yaxşı deməli tənzimləyə bilir və nəticə etibarilə o bayaq Akif müəllim danışdı, pasiyent deyir ki, siz mənə iş niyə edə bilmirsiniz, bu nədir, bu nə tipdir, bu mən gedim özüm görüm nə tapıram, nə edirəm. Amma burada pasiyenti həm də çox diqqətlə izləyirsən. Bax, o biz bayaq sadaladıq, dedik həyat tərzi, bunun vərdişləri, bunun stresli həyatı, hipodinamiyada olması, bunun hamısını doktor elə bir ki, pasiyentin müəllimi olur. Həm doktorluq edir, həm də ona başa salır ki, bax, bu cür qidalanma, bu cür həyat tərzi, bu cür streslərə cavab vermək sənin xəstəliyini biraz da dərinləşdirir və sən burada özün öz doktorunsan. Yəni bunu pasiyentə başa salmaq lazımdır. Və pasiyenti dinləyəndə, pasiyent inteqrativ təbabətin doktorun yanına gəldikdə minimum bir saat yarım biz söhbət edirik onunla. Çünki baxın, onun genetik xüsusiyyətləri, onun epigenetik xüsusiyyətləri, onun zərərli vərdişləri, onun həyat tərzi, onun qidalanması, onun ətraf mühiti, işində vəziyyəti, bunlar hamısı sağlamlığın tərkib hissələridir. Biz bunları öyrənirik ki, sonra daha doğru ona yol göstərək və o da bizimlə birgə işləyir. İnteqrativ təbabətdə pasiyent də təbii ki, intellektual olmalıdır. O anlamalıdır ki, o nədən gəlir. Yoxsa deməsin ki, gəlir ki, nənəm belə yedi, babam belə yedi, belə içdim. Mən də demirəm ki, ay baba, sən baban yediyi qida, indiki qida deyil. Yaxud onun həyat tərzi. Onun bu cür hipodinamiyası olmayıbdır. O yeyib o tərəfdən də durub işləyib və hər zamanda rahatlığı da olubdur. İndi həyat çox gərgindir. Və bunların hamısını pasiyentlərə bir-bir başa salmaq lazımdır. Pasiyenti biz dinləyəndə, yəni pasiyent hamınızda yəqin görürsünüz də, onun sizə etibarı artır. Və o da sizinlə birlikdə işləyir və nəticədə həm effekt alınır, pasiyent məmnunluğu var və biz özümüz də bir həkim olaraq öz peşəmizdən məmnun oluruq. Və bunlar hamısı təbii ki, çox gözəl bir məqamdır və belə bunları bəlkə də birləşdirib nəyi deyə bilirəm? Deyə bilərik, qısa şəkildə belə deyə bilərik. Müalicə effekti artır, təhlükəsiz müalicə edə bilirik, xəstənin etibarını qazanırıq, öz səviyyəmiz, öz peşəkar səviyyəmiz artır və təbii ki, bizim rəqabət həkimlikdə olan rəqabət yoxsa olaraq əgər bu özəl sektorda çalışan doktorlardırsa və ümumiyyətlə, yəni onun belə tələb olunan bir doktor olur və çünki bu öz bilikləri ilə müasir tibbdə olan səviyyəyə uyğunlaşmış bir həkim olur. Hələlik bu qədər Yeganə xanım, mən vaxtı... Çox sağ olun Fikri xanım. Növbəti sualım Akif müəllimədir. Demək, xroniki xəstəliklərin müalicəsində tək akademik və inteqrativ təbabət yanaşmalarının fərqləri nədir? Deməli, əvvəla onu deyim ki, biz belə deyək, akademik tibb dediyimiz tibbdə bir daha xatırladaq ki, akademik dediyimiz tibbdə həmişə şəxsin fiziki sağlamlığı ilə maraqlanırıq daha çox.
Amma integrativ tibbdə şəxsin təkcə fiziki sağlamlığından söhbət getmir. Burada dediyimiz digər aspektlər, mental, intellektual, sosial, psixoloji və sair aspektlər də nəzərdə tutulur. Ona görə də burada sanki müalicə biraz da genişləndirilir əlbəttə ki. Və akademik tibbdə biz daha çox, bütün həkimlər əlbəttə biz hamımız bilirik onu, başlayırıq, cürbəcür müalicə üsulları var. Adlarını da qoymuşuq belə, etiotrop müalicə, patogenetik müalicə, simptomatik müalicə və bu cür müalicələrlə orqanizmi sağlamlaşdırmağa, sağaltmağa çalışır. Amma bu bütün hallarda effektli olurmu? Bir mənalı olaraq yox. Bütün hallarda bu cür yanaşmalar özünü doğrultmur. Xüsusən bir daha qeyd edirəm. Belə deyim də, belə biraz bu elmi olmayacaq. İşdən keçəndən sonra xüsusən bu özünü doğrultmur. Çünki hətta məsələn, mən bir xəstəlik deyim, hətta mikroorqanizmlərin törətdiyi bir xəstəlik deyək, bruselyoz xəstəliyində. Fikir verirsiniz, kəskin bruselyozda antibiotik müalicəsi veririk, etiotrop müalicə. Xroniki bruselyozda etiotrop müalicə lazım deyil, çünki şişdən keçib. Artıq mikrob orqanizmdən çıxartsaq da belə, orqanizm özü onun bədənindən çıxartsa belə proses davam edir. Nəyə görə deyim ki, yanaşmaları fərqləndirmək lazımdır, yanaşmalar fərqli olmalıdır. Ona görə də integrativ tibbdə digəri bir müalicə üsullarından da istifadə edilir. Tam ona bəzən holistik təbabət də deyirlər, bütüncül ya tamamlayıcı təbabət deyirlər, sonra alternativ təbabət də deyirlər. Bütün bunlar hamısı yönəlir ona ki, bizim bu akademik təbabət dediyimiz, ənənəvi təbabət dediyimiz təbabətin çatışmayan cəhətlərini bərpa etsin, doldursun. Yenə də deyirəm, özlüyündə onlar da ayrıca tətbiq ediləndə yenə də istədiyimiz effekti ala bilmirik. Ona görə də bizdə deməli, akademik tibbdəki yanaşma, integrativ tibbdəki yanaşma akademik tibbdəki yanaşmadan fərqlənəcəkdir. Beləliklə biz orqanizmi sağlamlaşdırmağa çalışacağıq. Bu bizim həkimliyimizin təməl prinsipidir. Xəstəliyi yox, xəstəni müalicə etmək lazımdır. Çox təəssüf olsun ki, bu təməl prinsipdən bizim bir çoxumuz və yaxud da hamımız kənara düşmüşük. Başlayırıq xəstəliyi müalicə etməyə. Xəstəliyi müalicə etmək mümkün deyil. Xəstənin özünü, orqanizmin özünü müalicə ediriksə, yəni daha doğrusu, orqanizmin özünü müalicə etməsək, sağaltmasaq, sağlamlaşdırmasaq, heç cür mümkün olan bir şey deyil ki, biz xəstəni müalicə etməklə xəstəliyi müalicə etməklə xəstəyə şəfa verərik. Bu fikirləri hamı artıq bir kənara qoymalıdır. Sözsüz biz bütün məsələləri nəzərə alırıq. Biz birinci növbədə onu bir daha xatırlayaq ki, integrativ təbabət həkimi bu sahədə, bu sahənin prinsiplərini əldə rəhbər tutan həkim artıq təkcə nevroloq, təkcə kardioloq, təkcə pulmonoloq, gastroenteroloq olmaq çərçivəsindən çıxır, ümumi bir həkimə çevrilir, sanki belə deyək. Artıq onun qarşısında bir məsələ durur. Onun qarşısında duran məsələ nədir? Mən orqanizmi sağaltmalıyam. Bir xəstəliyi yox, bir patologiyanı yox. Həmin həkimin qarşısında bir sual çıxır ki, biz bu əlbəttə ki, bunun üçün bizim həkim mütəxəssislərin konsuliumları da öz yerində qalır, məsləhətləri də öz yerində qalır. Amma buna baxmayaraq, integrativ tibb fəlsəfəsini onu tələb edir ki, bizim hər birimiz ayrı-ayrı orqan və üzvlərin həkimliyindən götürülüb ümumi həkimə çevrilək və orqanizmi tam müalicə etməyə çalışaq. Bu əsas prinsiplərdən biridir. Və həmişə təkrar edirik, bizim orqanizmimiz özünü tənzimləyən sistemdir. Açıq bir sistemdir. Bizim orqanizmimizdə xəstələnməni nə cür görürük? Xəstəlik əlaməti nədir? Xəstəliklə mübarizə deməli fonunda meydana çıxan bir şeylərdir. Bir xəstəliyin əlaməti onu göstərir ki, orqanizm o xəstəliklə mübarizə aparır. Məsələn, çox sadə bir şeylərdən deyək ki, məsələn, xəstədə deməli bir hal baş verir. Diareya tutaq ki, belə bir hal baş verir. Həkimlər çalışacaqlar ki, diareyanı neyniyək? Aradan götürək. Yox.
Əslində yox. Əslində buna çalışmaq lazımdır. Bəli, xəstənin susuzlaşmasının əleyhinə, susuzlaşmaması naminə biz müəyyən simptomatik tədbirlər görüb xəstənin bu cür istirabını azaltmalıyıq. Amma gəlin görək, bu cür yanaşma düzgündürmü? Əlbəttə ki, yox. Orqanizmə nə olub ki, belə bir cavab verir? Bunu tapmalıyıq. Nə olub bu orqanizmə? Nə baş verir bu orqanizmdə ki, orqanizm belə cavab verir? Ona görə biz bəzi hallarda heç etiotrop, simptomatik müalicələr aparmırıq. Fikirləşirik ki, bu orqanizmdə nə baş verir ki, belə bir hal yaranır. Və bu cür düzgün yanaşma nəticəsində, məhz integrativ yanaşmadır bu. Düzgün yanaşma nəticəsində biz xəstənin problemlərini həll edə bilərik. Fişək xanım bayaqları bir misal çəkdi. Məsələn, allergik xəstəliklər indi nə qədər çoxalıb? Çox aktualdır. Bizim əlimizdə nə var? Antihistaminlər var. Antihistaminləri də bilirik də bütün həkimlər uzun müddət qəbul etmək lazımdır. Cibində gəzdirir onu pasiyentlər, öz üzərində gəzdirirlər. Bu da müalicə etmək deməklər. Gəlin görək allergik reaksiya niyə baş verdi? Kimsə deyir ki, allergen. Biz özümüz də həmişə deyirik. Bu allergenə qarşı orqanizmin bir cavab reaksiyasıdır. Yaxşı, razılaşırıq. Amma nəyə görə eyni bir allergen ailə üzvünün birində həmin allergenə qarşı allergiya var, o birində yoxdur. Niyə, nə olub ki? Allergendirsə elə hamıda allergiya törətsin. Ev tozuna qarşı niyə hamıda allergiya yoxdur? Bitki tozcuğuna qarşı hamıda niyə allergiya yoxdur? Bax, bunu biz düşünməliyik. Niyə? Deməli, orqanizmin özündə nəsə var. Hansısa bir tənzimləmə pozulub. Nəsə pozulub orqanizmdə və bunu bərpa etməyimiz lazımdır. İntegrativ tibb fəlsəfəsi buna doğru yönəlir. Və integrativ tibbin çox saylı üsulları var. Onun alətlər qutusu var. Əlbəttə ki, Şirə xanım onun bir neçəsinə toxundu. Bir mövzunun, bir söhbətin mövzusu deyil bu məsələlər. Onların hər biri böyük bir elmdir. Və məsələn, onlardan biri biotənzimləyici təbabətdir deyək. Biotənzimləyici təbabətin mahiyyəti nədən ibarətdir? Orqanizmdə pozulmuş funksiyaları, daha doğrusu o pozulmuş dediyimiz tənzimlənməni bərpa etməkdən ibarət. Məsələn, çox yaxşı bir cədvəl var. O cədvəl, bax, indi klinikaya gələn, orada mühazirələrdə iştirak edən həkimlər hamısı o cədvəli görüblər. O 12 fazalı, bağışlayan 6 fazalı bir patogenetik cədvəldir. O cədvəllə tanış olanda doğrudan da biz baxıb görürük ki, akademik tibbdə biz həkimlərə o öyrədilməyib. Açığını deyim, belə bir şey, patogenetik yanaşma yoxdur. O ancaq, məsələn, biotənzimləyici terapiyada yanaşma kimi özünü doğruldur. Daha doğrusu öyrənilir ki, orada hər bir xəstəliyin inkişaf mexanizmi göstərilir. Hansı halda biz nə edə bilərik? O cədvəli yaxşı mənimsəyən həkim çox xəstəliklərin öhdəsindən asanlıqla gələ bilir. Orada məsələ belədir. Tənzimləmə pozulduğu üçün xəstəlik inkişaf edir. Adicə rinitdən başlayır, yəni burun boşluğunun iltihabından tutur, düz gedir dediferensiyasiya mərhələsinə, bədxəstəli işlərə qədər. Etaplarla keçir. Nə olur? Nə baş verir orqanizmdə? Tənzimləmə pozulur. Orqanizmin hüceyrələri, toxumaları zəhərlənir. O zəhərləri orqanizmdən çıxartmaq lazımdır. Hansı halda çıxardacağıq, necə çıxardacağıq, o məsələlər artıq böyük bir söhbətin mövzusudur. Bizim hüceyrələrimiz bir hüceyrə ətrafı mayedə, biz ona matriks deyirik həmişə. Deməli, orada yerləşirlər. O matriks çirklənir. Hüceyrə nə qidalana bilmir, nə özünün metabolitlərini xaric eləyə bilmir. Nəticəsi nə olur? Hüceyrə öz funksiyasını itirir, uzun müddət mübarizə aparır, ya məhv olur, ya xəstələnir, öz funksiyasını yerinə yetirə bilmir. Axırdaca nə olur? Lap axırda hüceyrə ölməzlik yolunu tutur. Ölməzlik yolu da nədir? Artıq bilirsiniz, mutasiyadır, dediferensiyasiyadır, bədxəstəli işlər demək. Yəni, görürsünüzmü? Məsələn, o adicə bir integrativ təbabətin bir o sahəsi olan biotənzimləyici təbabət buna necə yanaşır? Əlbəttə, çox düzgün yanaşmadır. Əgər biz o hüceyrəni, o cür, belə deyək, o bəladan qurtara bilmirsə həkim, nə edirsiniz edin, xəstəliyi sağalda bilməyiz. Heç cür mümkün deyil. Çünki hüceyrənin qidalanması pozulub, hüceyrənin, belə deyək, metabolitlərinin xaric edilməsi pozulub və bu hüceyrə getdikcə artıq boğulur, getdikcə ölür. Biz nə edirik? Kimyəvi dərmanlarla o hüceyrənin istirabını daha da artırırıq. Düz də ağrımız kəsilir, düz də allergik əlamətlərimiz azalır bəlkə. Bəlkə qızdırmamız düşür, bəlkə hər hansı simptomlarımız yox olur. Amma nə baş verir? Sonrasına baxaq, o hüceyrə artıq
o hüceyrə sanki deyir ki, siz mənim qayğıma qala bilmədiniz, mən özüm ölməzlik yolunu tutacağım. Gedəcəm, mutasiyaya çevriləcəm, nəticədə özümü ölümdən qoruyacağım. Bax, sanki belə bir hüceyrə bizim orqanizmimizlə danışır və biz nə edirik? Düzgünmü yanaşırıq? Çox sadə, biotənzimləyici təbabət deyir ki, siz o zəhərlənmiş orqanizmdə bir detoksikasiya aparın, o zəhərləri bədəndən çıxartmağa çalışın, artıq 50% demək olar ki, xəstəliklərin tam yarısını sağaltmış olur. Doğrudan da belədir, biz öz təcrübələrimizdə də belə görürük. O detoksikasiya düzgün yanaşılırsa əlbəttə, bir də onun da prinsipləri var. Orqanizm zəhərlərlə nə qədər doyub, orqanizm nə dərəcədə zəhərlənib. Əgər onu biz nəzərə almaqla müalicəni başlayırıqsa, deməli, biz normal detoksikasiya, yəni bədənin zəhərlərdən təmizlənməsini normal apara biliriksə, doğrudan da müalicəmizin çox gözəl effekti olacaqdır. Amma bəzi hallarda, burada da baxın, bizim tibbi, həkimlik biliklərimiz həmişə bizə lazımdır. Bəzi hallarda biz buna düzgün yanaşmırıq. Onda nə olur? Birdən-birə bədəndən o bütün illərlə toplanmış zəhəri orqanizmdən çıxarmağa çalışanda, orqanizm çox böyük yüklənməyə məruz qalır. Vəziyyət getdikcə pisləşir, hətta xəstələr də bu müalicəni heç davam elətdirə bilmirlər. Ona görə də burada o qədər, yəni elə hesab etməyək ki, elə detoksikasiya istənilən bir şəxsə detoks müalicəsi verdiksə o düzələcəkdir, elə deyil. Daimi nəzarətlə, daimi deməli xəstə ilə həkimin deməli qarşılıqlı bir görüşmələri ilə bu məsələni düzgün həll etmək lazımdır. Fikriyə xanım bayaq mikrobioloji terapiyadan danışırdı, o bağırsaqlardan gələn. Bizim həmişə ilə akademik təbabətdən də biz öyrənmişik ki, xəstəliklərin əksəriyyəti bağırsaqdan gəlir. Bağırsaqlara bəzən ikinci beyin də deyilir. Bağırsağın normal mikroflorası qaydasında olmayanda, bağırsaqlarda bir funksiya pozulanda artıq nə olur? Baxın, o sızdıran bağırsaq son zamanlar çoxlu belə artıq mülahizələr meydana çıxır. Artıq bu sahədə tədqiqatlar da çox zafa. Sızdıran bağırsaq, sanki bağırsaqların məsamələri genişlənib, belə deyək, lori dildə mən deyim ki, hamı tərəfindən o tutula bilsin. Bağırsaqdan sorulan bir şeylər böyük molekullarla keçir qan dövranına, ona qarşı o xəstələrdə hökmən bir problemlər yaradır. İstər toksik yüklənmə, istər allergik reaksiyalar, istər sayra. Deməli, bağırsaqların sağlamlığı, mikrobioloji terapiya üzərindən və digər məsələlərlə. Və yaxud da bir dənə də deyim, mən deyirəm uzun-uzadı məsələlərdir bunlar, onu çox vaxtınızı almayacağım. Məsələn, götürək izopatik müalicəni. Çox maraqlı bir müalicə üsuludur. İzopatik müalicədə nədən ibarətdir prinsip, nədir? İzopatik müalicədə də deyir ki, bizim xəstəliklərimizin əsasında orqanizmdə turşu qələvi müvazinətinin pozulmasıdır. Bəli, bizim orqanizmin özünün çox güclü bir bufer sistemi var. Bilirsiniz bufer sistemi nə edir? Bufer sistem deməli, turşu qələvi müvazinətini bərpa etməyə çalışır və həmişə də belədir. Amma zaman keçdikcə, vaxt keçdikcə, orqanizm yaşlaşdıqca bizim orqanizmimiz sanki turşulaşır. Nə etmək lazımdır? Qələvləşdirmək, təkcə qələvləşdirməklə iş qurtarmır. Nədir bu? Niyə görə belə olur? Məsələ ondadır ki, izopatik təbabət deyir ki, bizim hüceyrələrimizin daxilində özümüzün də görə bilmədiyimiz çox kiçik bir hissəciklər var. Sonra onlar böyüyürlər, endobiontlara çevrilirlər və endobiontlar gələcəkdə bizim hüceyrələrimizi, orqanlarımızı neyinir? Dağıdır, parçalayır və bizdə xəstəlik yaradır. Nəyin hesabına baş verir bu endobiontun inkişafı? O vaxt ki, turşu qələvi müvazinəti pozuldu, endobiontların inkişafı başlayır. Bizim hüceyrələrimiz məhv olur. Nə? Mikrobun təsirindən. Endobiont böyüyür, mikroorqanizmə çevrilir və bir neçə mərhələdən keçir, bizim orqanizmimizi öldürür. Nə edirik? İlk mərhələsi izopatik müalicənin, ilk mərhələsi turşu qələvi müvazinətinin pozulmasını deməli düzəltməkdən ibarət. Turşu qələvi müvazinətini düzəldirik və bundan sonra müvafiq bəzi tədbirlər də görürük, bunlar da düzəlir. Və yaxud da birini də deyim, psixoterapiya. Çox məşhur psixoterapevtlər var idi. Onun bir neçəsini xatırlada bilərəm. Avropada da olub, dünyanın bir yerlərində də olub. Keçmiş SSR-də bu Kaşpirovskidir. Xatırlayırsınız. Şimdi biz orta nəsil həkimləri xatırlayırıq. Kaşpirovski deyərdi ki, mən əvvəllər deyirdi, bütün xəstəlikləri müalicə edə bildim. Sonra da dedi ki, yox, mən bütün xəstəlikləri müalicə edə bilmirəm. Niyə? Çünki yanaşma bir dənə idi. Təkcə psixoterapiya ilə bütün xəstəlikləri müalicə etmək olmaz. Psixoterapiya çox böyük qüvvədir. Və bu dəqiqə integrativ tibbin aparıcı sahələrindən birinə çevrilir. Amma təkcə gəlin görək, psixoterapiya bütün xəstəlikləri həll edə bilirmi? Yox, əlbəttə ki, yox. Deməli, yeri gəldikcə, indi mən dedim bir neçəsini xatırlatdım.
Psixoterapi. Patogeniz, Bəli. yəqin xəstəliyin patogenizinə uyğun müxtəlif Bəli, metodları bəli. Yəni indi mən psixoterapiyanın da bir kəlmə deyim. Psixoterapiyanın prinsipi nədən ibarət idi? Məsələn, Kaşpirovskinin müalicəsinin prinsipi nədən ibarət idi? O deyirdi ki, mən şuuraltı ilə işləyirəm. Prinsipi, metodu heç kəsə demirdi. Amma sonradan onun sahəsində də araşdırmalar aparılmağa başladı və məlum oldu ki, bizim beyin qabığımız, saznaniya nədir? Şuur. Bizim şuurumuz bizim şuuraltımızı işləməyə qoymur. O şuuraltını işdən ayırırdı müəyyən müddət, bağışlayın, şuuru müəyyən qədər, belə deyək də, saznaniya, bilmirəm, saznaniya şuur belə çıxır da. O, deməli, ayırırdı işdən və imkan verirdi ki, şuuraltı yaxşı işləməyə başlasın. Siz bilirsiniz, o şuuraltı, qabıqaltı dediyimiz şeylər bizim daxili orqanlarımızın işini o tənzimləyir. Əgər ona bir müdaxilə oldusa, deməli, o işləyə bilmir, yaxşı işləyə bilmir, xəstəliklər baş verir. Yəni, nə demək istədim? Kaşpirovski də indinin özündə də tanınmış olaraq, psixoterapist olaraq qalır. Amma gəlin görək, o bütün məsələləri həll edə bildi mi? Yox. Eləcə də bütün dediyimiz təbabət üsulları, bütün dediyimiz alətlər, mexanizmlər, müalicə üsulları, yenə də refleksoterapiyanın üzərinə gələcəm ki, o refleksoterapiya deyir ki, 12 dənə kanalda enerji axır, enerjinin deməli, axması maneə olanda xəstələrin biz iynə ilə açırıq. Çox gözəl, yaxşı da effekt verir, amma təkcə onunla bütün xəstəlikləri sağaltmaq olurmu? Əlbəttə yox. İndi onda biz nə edəcəyik? İstər akademik təbabətin ən yaxşı prinsiplərini, istərsə də bu saydığımız və saymadıqlarımız müalicə üsullarını hər bir xəstənin patologiyasına uyğun, bütün məsələlərinə uyğun birləşdirməklə xəstəyə bir müalicə sxemi təklif edəcəyik və xəstə bununla da şəfa tapacaqdır. Bax, mən hələ ki bu qədər əsirləyəm. Çox sağ olun, Akif müəllim. Sonuncu sualı səsləndirəcəm. Bu suala hər ikinizdən Qısaca cavab verməyə çalışarıq, çünki əlbəttə ki, yəqin sual-cavab da olacaqdır. Hə, buyurun, əlbəttə, buyurun. Deməli, inteqrativ təbabət həkimi olmaq üçün nələr etmək lazımdır? Fikrə xanım, birinci siz istəyərdim dinləyək, daha doğrusu həkimlərlə bir yerdə. Xahiş edirəm, hər ikiniz bu suala aid fikrinizi bildirəsiniz. Olur. İnteqrativ təbabət həkimi olmaq üçün nələr etmək lazımdır? İlqənə xanım, bugünkü bizə verdiyimiz suallar, biz müzakirə etdiyimiz, öz fikirlərimizi bildiyimiz suallar, Akif müəllim demişim, günlər və saatlar istəyir. Ona görə biz bugün çalışıb onu əsas prinsiplərini, əsas belə deyək, məqamlarını doktorlara çatdırmaq istərik və bu məsələyə də gəldikdə, yəni bu təbabəti necə mənimsəyəsən, necə buna yiyələnəsən, bunun yolu nədir? Ən birincisi, sadə dildə tədris sistemlərini indi söyləyəcəm, amma öndə deməli, bax belə deyə bilərəm. Təbii ki, biz akademik təbabəti gözəl bilməliyik. Özdə köhnə akademiki yox, müasir zamanda olan. Baxın, bugün nə var? Bugün bayaq Akif müəllim çoxlu biotənzimləyici təbabətdən danışdı. Amma o təbabətin inkişafı sistemli biologiyanın inkişafından sonra başlamışdı. Sistemli biologiya, molekulyar biologiya, molekulyar biokimya, molekulyar biofizika, molekulyar fiziologiya, epigenetika, psixoneyroimmunologiya, Akif müəllim də buna çox yaxşı bilir. Bax, bu elmlər akademik səviyyədə inkişaf edərək bizə yeni xəstəliyin yeni tərəflərini bizə göstərdi. Həmin o Akif müəllim danışdığı o ruhumuzda olan problemlər, yaranan ilkin problemlər, hansı ki sonra vegetativ, şuurda olan şuuraltıya, şuuraltıdan somatikamıza və kimin irsən hansı sistemi zəifdirsə və üstəgəl həyat tərzində, ətraf mühitində olan amillərin qarşılıqlı təsiri nəticəsində bu və ya digər xəstəliklərin yaranmasıdır. Yəni, bugün həmişə bu belə olubdur. Bugün də buna böyük ehtiyac var. Amma bilirik ki, həkimlik elə bir peşədir, sən dəbrə qədər oxuyursan. Tip ən qaranlıq bir sahədir. Və öz üzərində daim çalışan doktor, yəni
o deməkdir ki, akademiki yaxşı bilir, gözəl bilir, sonra isə adlayır, başlayır, bax bu sahələrdə nələr var, nə yeniliklər var. İnsanın, biz dedik ki, biyokimya, biyofizika, biyoenergetika, genetika, sonra immunologiya, psixoneyroimmunologiya, baxın, görün. Biz oxuyanda, məsəl üçün, mən indi açmayana yaşda böyüyəm. İmmunologiya haqqında 2 kəlmə patofiziologiya kitabında vardı, 2 kəlmə də mikrobiologiyada. İndi baxın görün nələr var. Və mən bunu oxuyuram, oxumalıyam. Əgər mən özümə bir mütəxəssis olaraq hörmət edirəmsə və integrativ təbabətdə deyirəm ki, bunu da devirəm, bunu da mərq olmaqdır deyə bileyim ola ki, sonra başlayam bunu oxuyam. Yəni təməl biliklərimizi, birinci etap nədir? Təməl biliklərimizi müasir akademik təbabətdə, elmində olan biliklərə uyğunlaşdırmaq. İkinci etap nədir? İntegrativ təbabət təklif etdiyi ziyansız, istər tənzimləyici, istər izopativ, istər tuşu qələvi mühitini düzəltmək, mikrobioloji, mind terapiya çox gözəl inkişaf edir. Çünki insanların mind çox pozulubdur belə deyək. Kaşpirovski belə istəyib onu düzəltsin. Təbii ki, o mümkün deyil. Yəni bu tərkib hissəsidir insanın bütün xəstəliklərinin, bu və ya digər dərəcədə. Bu müalicə üsullarını çox gözəl öyrənmək lazımdır və neçə ildə bunun tədrisi gedir. Bunu biz çalışırıq. Və hər bu deməli terapiyanın təsir mexanizmi, onun necə deyək belə püf nöqtələrini və orada olan dərmanların nə cür işləyir, necə işləyir, hansı qaydada, hansı etaplarla istifadə olunması, bunları nə qədər çox öyrənərsə həkim, o qədər daha çox o, necə deyərlər, integrativ təbabəti öyrənmiş olur. Yəni biz bunu Azərbaycanda edirik. Bizdə deyək ki, hələ bu sistem dövlət səviyyəsində deyil, amma dünyada baxın görün necədir. Bunu 2 cür məktəbə baxa bilərik. Dünyada bu bir, Amerikada da ən mükəmməli, ən yüksək səviyyədə, yəni dövlət səviyyəsində sertifikasiya olunan, akademik yol gedən integrativ təbabət, bayaq sizə söylədim ki, eləməsi orada yaranmışdı və elə bu gündə ən mükəmməl səviyyədə bir istiqamət kimi, bir akademik yanaşma kimi dövlət səviyyəsində sertifikasiya olunan deməli istiqaməti. İkincisi isə Avropadır və digər ölkələrdə və biz də o cümlədən çalışırıq bunu müəyyən qədər özümüz tətbiq edək. Amerikada bu necədir? Baxın, Amerikada qurum var, dövlət qurumu, deməli, adlanır, tərcümədə belədir, həkimlərin ixtisaslaşması üzrə sertifikasiya qurumu. Yəni, Amerikada sən həkimsənsə, çalışırsansa, sənin mütləq o sertifikat, o həkimliyinə aid, o sahəyə aid sənin sertifikatın olmalıdır. Və artıq 20 ildir ki, orada o həmin o qurumda integrativ təbabət üzrə də ixtisaslaşma vardır. Onun sertifikatı vardır. Bax, gəlib onu almaq üçün hansı yolu keçir Amerika həkimi? Onun və burada vurğulamaq istəyirəm, o çox gözəl bir tərəfidir mənim üçün. Yəni, mütləq burada həkim olmalıdır. Avropada deyir ki, yox, həkim də olmaya bilər, ali sabat digər sahədə ola bilər. Amma Amerikada bu bir mənalı qoyulur ki, həkim mütləq, həkim diplom olmalıdır. Sonra o ordinatura keçməlidir. Onun həkimlik etməyə müddətsiz lisenziyası olmalıdır. Və sonra əgər o integrativ təbabət üzrə istəyirsə ixtisaslaşsın, o həm ordinaturanı keçə bilir. Əgər deyək ki, hələ oxuyarkən, tələbə olarkən düşünür ki, çünki o tədrisdə müəyyən o və ya digər hissələri vardı, orada bilirlər və təbii ki, oranın insanları da, pasiyentləri də bilir. Bax, bu Bayaq Akif müəllim onu çox heyfsləndi. Dedi ki, həqiqətən bizim insanlar bilmirlər ki, bu 2 yol var. Bu tərəfində həkimi var, o tərəfində. O seçimi həmən edə bilir. Amma bizdə gedir, fırlanır, ağırlaşır, sonra gəlir, indi gəl bunu həll elə. Təbii ki, bu çox çətindir. Və deməli, oxuyur, deməli, dövlət səviyyəsində integrativ təbabət üzrə sertifikat proqramı var.
ordinatorun da proqramı var, sonra da sertifikatın da proqramı var. Sən bunun hamısını keçib, oxuyub və sonda imtahan verirsən. Həmin o dövlət qurumunda imtahan verirsən, sertifikatı alırsan və olursan inteqrativ təbabət üzrə mütəxəssis və çalışırsan. Və dediyim kimi, bu yalnız həkim olmalıdır. Yəni, dövlət səviyyəsindədir bu. İstəyirsən, o yolu gedə bilirsən. Və deyək ki, bu həm burada, bu əsasən Amerikada bu tədrisi verən Arizona Universitetində orada tibbi mərkəz var. Bax, o bütün o proqramlar hamısı orada tərtib olunur, orada oxuyurlar onun həm praktiki tərəfini və s. Yəni uzun müddətli oxumaqdır. Və sonda mütləq məhz bu sahə üzrə də imtahan verməkdir. Bundan başqa, yəni bu dövlət səviyyəsində olan yalnız Amerikadadır. Avropaya gəldikdə isə Avropada bu dövlət səviyyəsində deyil. Bu ayrı-ayrı universitetlər yaxud qurumlar tərəfindən kurslardır. Bu magistratura şəklində də ola bilir, qısaca bir kurs da ola bilir. Bax, məsələn, Almaniyada mən ilkin dəfə bu istiqamətdə işləməyə, yəni öyrənməyə başlayanda mən bilirdim ki, deməli, komplementar təbabət, belə bir diplomdan sonraki tədris var idi. Viadrina Universiteti, bu haqda biz çox oxuduq, öyrəndik, bildik. Yəni, bax, belə də keçilə bilər. Yaxud da onun inteqrativ təbabətin bəzi hissələri var. Məsəl üçün, həyat tərzinə bağlı oğluq, lifestyle disease, yəni həyat tərzinə bağlı olan xəstəliklər. Sonra qidalanma, nutrisiologiya və s. Yəni, bunlar ayrı-ayrı da belə kursları var. Doktorlar istəyərlərsə, yəni bu və ya da yəni digər müxtəlif universitetlərin və tədris odaqlarının istəyinə və müvafiq olaraq xərəsin özəl bir forması vardır. Yəni Amerikada kimi mərkəzləşdirilmiş, akademik səviyyədə, dövlət səviyyədə, milli səviyyədə bu yoxdur. Və bax, yəni yol budur, amma baxın, biz dedik ki, keçən əsrin axırında bu başlamışdı və elə Azərbaycanda 2001-ci ildə bu başlamışdı. Və bugün də o davam edir və doktorlar bu tədrisi alırlar və son zamanda bildiyiniz kimi inteqrativ təbabət elmi araşdırmalar mərkəzi yaradılmışdı və bu mərkəzin elə hələlik ki, ən böyük, daha çox deməli, fəaliyyəti həkimləri bu sahədə maarifləndirməkdir və mən düşünürəm ki, mən hər zaman bütün bu konferanslarımız keçilərində, seminarlar, xarici lektorlarımız gəldikdə bura gələn doktorların çox böyük minnətdarlığını, çox böyük məmnunluğunu görürəm və onlar onu bildirirlər ki, nə gözəl ki, bəs bunu öyrənirik və inşallah mən düşünürəm ki, bizdə də gələcəkdə geniş səviyyədə, yüksək səviyyədə bu tədrisə daxil olacaqdır və Akif müəllimə də söz verək. Buyurun. Sağ olun. Deməli, nəyi bilməlidir? İnteqrativ tibb deməli, tibbi seçən həkim, belə deyək də, eləmi? Sual necə idi? Sualı bir də olduğu kimi. İnteqrativ tibb həkimi olmaq üçün nələr etmək lazımdır? Nələr etmək lazımdır? Bəli, çox bir şeylər etmək lazım deyil. Sadəcə, istənilən həkim hazırda inteqrativ tibbi seçməlidir. Mən belə hesab edirəm. İnteqrativ tibb göydən düşmədi, yerdən çıxmadı. Biz onun artıq Şeyx xanımla bir saata yaxındır, bir saatdan da çoxdur müzakirə edirik. Nədir bu? Yəni, biz istəyirik ki, həkim kimi xəstələrimizə şəfa verək, eləmi? Biz şəfa vermək üçün inteqrativ tibbi seçirik. Amma bir məsələ var. Biz akademik tibbi bilmədən, o tibb universitetində öyrəndiyimiz biliklərdən uzaq düşərək bu işə girə bilmərik. Hər şey, o baza oradadır, onun üzərindən başlayır. Bizim həkimlik biliklərimizin üzərindən başlayır. Bəlkə də kimsə fikirləşər ki, yox, heç onu bilməsəydik də olardı, buradan belə başlayaq öyrənməyə. Bu, heç düzgün yanaşma deyil. Sadəcə, bizim o tibbi biliklərimizin əsasında biz inteqrativ tibbi istifadə etməliyik. Bizim pasiyentlərimiz də bunu bilməlidirlər ki, belə bir şey var. Neysə, belə bir şey var. Artıq
bizim doğrudan da yenə də deyirəm, bir daha xatırladıram, bu bizim ümumi bir belə deyək problemimizdir. Pasiyentlər o qədər gec gəlirlər ki, yanımıza düşürlər. Nəyə görə yanımıza düşürlər ki, belə gec gəlirlər? Çünki bizim həkimlərimizin çoxusu protokol müalicəsindən qurtula bilmirlər. Hələ ola da düzgün əməl etsələr. Hətta protokol müalicəsi, onu hamı bilir, ən çox effekt verən müalicə üsuludur, protokol müalicələri. Çünki təsdiq olunmuş sübutlu təbabətdir. Amma bu da kömək eləmir. Onda həkim bilməlidir ki, onun əlində hansı silahları var. Burada nədən istifadə etmək lazımdır ki, bu xəstəyə biz şəfa verə bilək, bu xəstəni sağalda bilək, bu xəstəyə kömək eləyə bilək, onun istirablarını azalda bilək. Bizə bu günləri vacib deyil ki, biz deyə bilmərik, biz onkoloji xəstəlikləri müalicə edirik. Biz bu sözü demirik. Heç kəs bunu demir. Amma gəlin görək onkoloji xəstəliklərin kemioterapiyasından sonra, radioterapiyasından sonra yaranan fəsadlarla ömür boyu müalicə üzbəyüz qalır. Onun əzablarını necə yüngülləşdirmək olar? Sağalmayan xəstəliklər termini var artıq tibbdə, bilirsiniz. Sağalmayan xəstəliklər, orada xəstənin əziyyətini nə qədər yüngülləşdirmək olar? Ağrı, xroniki ağrı sindromu. Açığını deyirəm, çox çətin bir sindromdur bu. Xroniki ağrı sindromunda xəstənin o ağrı, əsas ağrı da onu narahat edən, onun ağrını yüngülləşdirən ən böyük effektli müalicə integrativ tibbdədir. Bizim akademik tibbdə nəyə görə yoxdur? Ona görə ki, ağrı kəsicilər, bizim tanıdığımız o qruplar, MPVC deyirik, nədir, qeyri-steroid, iltihab əleyhinə preparatlar, istərsə də hormonallar, onu qısa müddətdə tətbiq etmək olur. Uzun müddət tətbiq edəndə orqanizm artıq onu nə qəbul edə bilmir, nə də ki, çoxlu əlavə təsirlər meydana çıxır. Yəni, nəyi bilməlidir integrativ tibb həkimi? Sadəcə bir qədər öz üzərində işləməlidir. İntegrativ tibb mərkəzinə müraciət etməlidir, onların təlimlərinə qoşulmalıdır, onların kurslarına qoşulmalıdır. Bax, elə o integrativ tibb sahəsində işləmək istəyən həkim bizim bugünkü görüşümüzdə iştirak etməlidir. Ən azından bir ilkin olaraq müəyyən anlayışları olacaq, sonra yavaş-yavaş bu tibbi sevməyə başlayacaq, doğrudan sevməyə başlayacaq, integrativ təbabəti sevməyə başlayacaq. Yəni, hər kəs də belə başlayır, hər kəs də belə olur. Yəni, heç kəs hesab etməsin ki, integrativ tibb yox, bu yeni bir sahədir, yeni bir, nə bilim, yenidən həkimliyi öyrənməkdir. Yox, əslində. Bu, həkimliyi təkmilləşdirməkdir, öz üzərimizdə işləməkdir. Biz daha nə edir? Çox təəssüf olsun, mən bunu deyirəm bizim hörmətli həkimlərimizə, çox adama aid deyil, amma aid olan adamlar var. Mən həkimlərin bəziləri ilə söhbət eləyəndə, bizim tələbələrimiz də olur onların içərisində, əksəriyyəti bizim tələbələrimizdir, söhbət onda deyil. Mən ona nə isə elmdən bir şey soruşanda, deyir ki, Akif müəllim, biz praktik həkimiyi, elmdən biz biraz, nə bilim, uzaqdayıq, nəyəyik? Mən deyirəm, siz niyə elmdən uzaqdasınız? Axı, tibb elmi deyirik, tibb elmi həkimliyin əsasıdır. Tibb elmini bilmədən həkim olmaq olmaz. Bu, məlum məsələdir də. Çox maraqlıdır ki, bizim həkimlərimiz, hörmətli həkimlərimiz o həkimlik diplomunu alandan sonra getdilər və heç nə ilə hamısına aid deyil. Heç nə ilə maraqlanmırlar. Öz üzərlərində işləmək istəmirlər, yenə hamıya aid deyil deyirəm. Nəticədə nə baş verir? Bizim aldığımız biliklər köhnəlir və biz qalırıq, o Fikrə xanımın çox maraqlı bir sözü var idi bir dəqiqə, tükənmə, nə dediniz Fikrə xanım? Tükənmə dediniz. Biliklər sindromuna giririk biz özümüz, açığı. İnkişaf etməsək o sindroma giririk, həmin məsələyə özümüz giririk. Sonra baxırıq, özümüz də belə qalırıq, aciz qalırıq ki, biz niyə heç nə eləyə bilmirik? Niyə bu şəkər xəstəliyində xəstəyə kömək edə bilmədik? Niyə bu arterial hipertoniyada xəstəyə kömək eləyə bilmirik? Niyə autoimmun xəstəliklərdə köməksiz vəziyyətdə qalırıq? O dediyimiz o Fikri xanım, o sindromu bizim hamımızda formalaşır. Niyə formalaşır o? Biz inkişaf etmirik, ona görə formalaşır. Həqiqətən bu belədir. Mən həkimlərə bir neçə çox da özünü belə öyən, mən belə müalicə eləyirəm, amma sonra o elmdən üzünü bu tərəfə çevirən həkimlərin bir neçə dənə məlumat almışam, sən demə heç bunun həkimliyi də yox olmuş. Çünki niyə görə yox olmuş həkimliyi? Ona görə ki, mən ona deyirəm ki, hörmətli doktor, siz xəstənizi nə ilə müalicə eləyirsiniz? Baxır üzümə, bilir ki, indi mən
başlayacağım iynələməyə, bəlkə də mənim sözlərim bəzən iynə kimi qəbul edirlər. Və mən soruşuram ki, siz nə ilə müalicə edirsiniz pasientlərinizi? Yəqin ki, nə bilim, dərman preparatları ilə, əlbəttə ki, çox hallarda farmakoterapiyadır bu, çox hallarda. Soruşuram, o bir dərmanın apteklərə gəlib çıxması və sizin istifadəniz üçün gəlib çıxması üçün nə qədər elmi araşdırmalar aparılıb? Heç fikirləşmirsinizmi? Minlərlə, 10 minlərlə tədqiqat nəticəsində, elmi tədqiqat nəticəsində o dərman preparatını bu dəqiqə xəstəyə təyin edirsiniz. Məhz o elm olmasa, elm, bilirsiniz də, indi mən bir daha da kənara çıxım, elm nədir? Qüvvət elmdədir, başqa cür heç kəs. Arxasını siz deyim, bu Nizami Gəncəvinin sözü. Elm hər şey deməkdir, hər şey orada. Açığını mən deyim, bu yaşımıza gəldik, elmdən başqa bir şey yoxdur. Hər şey elmin üzərindən gedər. Elmi olan millət çox qabağa gedər. Elmə qiymət verən millət çox qabağa gedər, xalq çox qabağa gedər. Və mən yenə də sözümü gətirirəm ona görə ki, həmin suala cavab kimi nə etməyimiz lazımdır? Öz üzərimizdə işləmək lazımdır. İnanın ki, bizim hər hansı bir həkimimiz bir balaca öz üzərində işləsə ki, mən bunu niyə bacarmadım? O gəlib inteqrativ təbabətə çıxacaq, hökmən çıxacaq. Və orada başlayacaq inkişaf eləməyə. İnkişaf etmək üçün də indi şükürlər olsun ki, bax, inteqrativ tibb mərkəzi orada durub, oranın artıq kadrları da orada var, alimləri də yetişib artıq bu sahədə alimlər, həkimlər də artıq kifayət qədər məlumatlıdırlar və həm bu sahədə müalicə aparırlar, həm elmə yönəlik fəaliyyətləri var, həm həkimlik fəaliyyətləri var və s. Yəni, burada böyük bir şeylər lazım deyil. Yenə də deyirəm, həkimlərin heç birisi çəkinməsin. Gələcəkdə isə, gələcəkdə yox, Hindinin özündə də. Bilirsiniz ki, deyir ki, doktor, siz məni müalicə eləmədiniz. Mən kimin yanına gedim, hara gedim? Bax, bir həkimə verilən sual, baxın, həkim üçün çox ağır sualdır. Siz məni müalicə eləmədiniz, eləyə bilmədiniz də, günahlandırmır o da. Deyir ki, siz heç olmasa mənə bir yol göstərin. Ən azından bizim həkimlərimiz ona bu inteqrativ təbabətin yolunu göstərsinlər. Ən azından hələ. Çoxu isə elə özləri məşğul olsunlar. Bax, bu qədər hələlik.